Azərbaycanda ən az boşanma olan 10 rayon hansılardır? Elə rayonumuz var ki, hətta il ərzində boşananların sayı heç onu keçmir. Birlik, bütövlük olan həmin rayonumuz hansıdır? Yerin Qulaq kanalı Azərbaycanda ən az boşanma olan 10 rayonu təqdim edir. Siyahıda ərazisinə görə ən böyük rayonumuz da yer alır. Azərbaycanda boşanmaların sayı kəskin artıb. Ən çox boşanma olan rayonları ötən videoda paylaşdım. Amma elə rayonlarımız da var ki, illərlə ailə dəyərlərinə sahib çıxılır, birlik, bütövlük qorunur. Baxaq görək, hansı bölgələrdə ailə bağları daha güclüdür? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Onuncu yerdə Qobustan rayonu gəlir. Əhalisi 50 min nəfərə yaxındır. Qobustanda hər 1000 nəfərdən 1.2-si boşanır. Rayonda bir şəhər, bir qəsəbə olmaqla 31 kənd mövcuddur. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakıdan 101 kilometr aralıda yerləşir. Qədim türk sözü olan qobu, qobi, quru, susuz yer, ölkə, oba mənasını daşıyır. Başqa versiyalara görə qobu sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, ərəb dilində qabustan, müqəddəs yer sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub, qabu, Allaha yaxın, stan isə məkan mənasını verir. 9-cu yer, Xızı rayonu. Əhalisi 20 min nəfərdən çoxdur. Xızıda hər 1000 nəfərdən 1.2-si boşanır. Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 kilometrdir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. İri meşəlik ərazilərə malik olduğu rayonlardan biridir. Ərazinin etnik palitrasını Azərbaycanlılar və tatlar təşkil edir. Xızı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasanilər imperiyasından qaldığını güman edirlər. 8-ci yerdə Abşeron rayonu gəlir. Əhalisi yarım milyondan yuxarıdır. Ancaq boşanma nisbəti çox aşağıdır. Burada hər 1000 nəfərdən 1.2-si boşanır. Abşeron sözünün fars dilində ab, su və şoran, duzlu sözündən əmələ gəldiyi bildirilir. Şərqdən Bakı ilə qonşudur. Rayon ərazisinə bir şəhər, Xırdalan, 8 qəsəbə, Ceyranbatan, Saray, Mehdiyabad, Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək, 6 kənd, Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəşkül və Novxanı var. 7-ci yer, Quba. Azərbaycanın ərazisinə görə ən böyük rayonu Quba siyahımızda 7-ci yerdədir. Əhalisi 170 min nəfərdən yuxarıdır. Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakıdan 168 kilometr aralıda yerləşir. Əhalisini Azərbaycanlılar, tatlılar, ləzgilər, ruslar, qırızlar, xınalıqlar təşkil edir. Məhəmməd Peyğəmbərin Mədinə şəhəri ətrafına tikdiyi ilk məscidin adı Quba adlanır. 6-cı yerdə Biləsuvar rayonu gəlir. Əhalisi 110 min nəfərdən yuxarıdır. Burada hər 1000 nəfərdən 1.1-i boşanır. Bu da çox aşağı göstəricidir. Məlumata görə Biləsuvar 10-cu əsrdə Büveyhi əmiri Biləsuvar saldırıb və şəhər də öz adını ondan alıb. Aran iqtisadi rayonunda yerləşən Biləsuvar bir şəhər və 25 kənddən ibarətdir. İri yaşayış məntəqələri Biləsuvar şəhəri, Xırmandalı, Bəydili və İsmətli kəndləridir. Rayonun iqtisadiyyatına əsasən kənd təsərrüfatı təşkil edir. Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda əkinçilik, heyvandarlıq və quşçuluq geniş inkişaf edib. 5-ci yer, İsmayıllı rayonu. Azərbaycanda ərazisinə görə 4-cü rayon İsmayıllı, siyahıda elə 4-cüdür. Mərkəzi İsmayıllı şəhərdir. Tərkibinə bir şəhər, 2 şəhər tipli qəsəbə, Lahıc, Baskal və 105 kənd daxildir. Əhalisi 90 min nəfərdən yuxarıdır. Rayonda hər 1000 nəfərdən biri boşanır. İnzibati rayon ərazisinin əhalisi əsasən türklər, ləzgilər, ruslar və tatlardan ibarətdir. Əhalinin əksəriyyəti Azərbaycan türkləridir. İsmayıllı havası təmiz, çox turist gedən rayonlar siyahısındadır. 4-cü yerdə Gədəbəy rayonu gəlir. Əhalisi 100 min nəfərdən yuxarıdır. Rayonda hər 1000 nəfərdən biri boşanır. Bir ehtimala əsasən Gədəbəy adı vaxtı ilə buralarda yaşayan Gədəbəy adlı şəxsin adından gəlir. Başqa bir ehtimala görə isə toponim qədim türk dillərindəki ket, gedik, təpə və bək, keşikçi, gözəkçi sözlərindən düzəlib. Müşahidə məntəqəsi, keşikçi məntəqəsi mənasındadır. Bakı ilə arasındakı məsafə 444 kilometrdir. Təbiəti, səfalı görməli yerləri ilə məşhurdur. 3-cü yer, Cəllabad rayonu. Siyahıda 3-cü yeri Cəllabad rayonu tutur. Əhalisi 230 min nəfərdən yuxarıdır. Boşanma nisbəti çox azdır. Burada hər 1000 nəfərdən biri boşanır. Azərbaycanın qədim yaşayış məskənlərindəndir.
Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Ən böyük yaşayış məntəqələri Alar, Günəşli, Üçtəpə, Uzuntəpə kəndləridir. Rayonda 2 şəhər və 118 kənd var. İkinci yerdə Sabirabad rayonu gəlir. Əhalisi 180 min nəfərdən yuxarıdır. Burada hər 1000 nəfərdən biri boşanır. 74 kəndi var. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakı şəhərindən məsafəsi 170 kilometrdir. Sabirabad rayonu Kür və Araz çayının qovuşduğu yerdə yerləşir. Və birinci yer, ən az boşanma olan rayonumuz Ordubad. Azərbaycanda ən az boşanma olan rayon Ordubaddır. Əhalisi 50 min nəfərdən yuxarıdır. Burada hər 1000 nəfərdən 0,7-si boşanır. Bu da ölkə üzrə ən aşağı göstəricidir. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi var. Ordubad dünyada ən qədim insan məskənlərindən, bəşəriyyətin yaranma ocaqlarından biri sayılır. Qonaqpərvərliyi ilə seçilir. Boşanmaların sayı isə ölkəmizdə kəskin artıb. Azərbaycanda ötən il 49508 nikaha daxil olma və 21384 boşanma halları qeydə alınıb. Təqribi 50%, yəni 2-3 nəfərdən biri boşanır. Evlənilən sayı qədəri boşanır. Artıq maddiyyat ön plana çıxır. Ən çox boşanma olan 10 rayon bunlardır. Tovuz, Lənkəran, Xaçmaz, Yevlax, Göygöl, Zəngilan, Şahbuz, Mingəçevir şəhəri, Daşkəsən və Naftalan. Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Xankəndidə 4,6, Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3,2, Xocavənddə bu göstərici 3, Xocalı, Zəngilan, Qubadlı da isə bu nisbət 2,8, Kəlbəcərdə 2,4, Füzuli, Ağdamda 2,3, Laçında isə bu göstərici 2,1-dir. Əhalisinə görə lider olan Bakı şəhərində isə hər 1000 nəfərə düşən boşanma sayının nisbəti 3,1-dir. Yasamalda hər 1000 nəfərdən 4,1-i, Soraxanada hər 1000 nəfərdən 3,8-i, Nərimanovda hər 1000 nəfərdən 3,3-ü, Xətayidə hər 1000 nəfərdən 3,1-i boşanır. Ölkə əhalisiinin 54,4%-ni şəhər, 45,6%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Statistikaya nəzər salsaq, 2023-cü ildə 21688, 2022-ci ildə 15983, 2021-ci ildə 17191, 2020-ci ildə isə 14628 boşanma qeydə alınıb. Göründüyü kimi, son illərdə boşanma hallarında nəzərə çarpacaq artım müşahidə olunur. Ən çox uzun müddət evli olanlar boşanır. Boşananlar arasında uzun müddət evli olanlar, eyni zamanda yaşı 50-dən yuxarı olanlar da çoxluq təşkil edir. Boşanma nisbəti əhalinin hər 1000 nəfərinə görə hesablanır. Göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir. Qeyd edək ki, ölkə üzrə boşanma nisbəti 2023-cü ildə 2,1 olub. Yəni yuxarıda qeyd edilən ərazilərdə boşanma nisbəti ölkə üzrə orta göstəricidən də yuxarıdır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.